Salam əzizlərim, bugün sizin üçün elə bir yemək hazırlamışam ki, həm görüntüsü ilə sizi heyran edəcək, həm də dadı ilə vazgeçilməziniz olacaq. İnanın, bunu bir dəfə hazırlasanız hər dəfə süfrənizin ulduzu olacaq. Gəlin başlayaq. İlk olaraq yumuşaq, elastik bir xəmir yoğururuq. Xəmirimizi gözəl yoğurduqdan sonra üzərini örtüb biraz dincəlməyə qoyuruq. Xəmirin reseptini aşağıda qeyd edəcəm. İndi keçək içliyin hazırlanmasına. Toyuğun döşünü yaxşıca yuyuruq, nazik hissələrə bölüb xırda doğrayırıq. Sonra yüngülcə qaynadıb kənara qoyuruq. Ədviyyatlarla sonra yağda qovururuq. Göbələkləri nazik doğrayıb yaxşıca yuyuruq. Bir dəfə qaynadıb suyunu atırıq ki, daha təmiz və yüngül olsun. Və vacib detal kök. Köklərin əvvəlcə qabığını soyuruq, sonra yaxşıca yuyub təmizləyirik. Daha sonra ortadan bölüb nazik şəkildə doğrayırıq ki, içlikdə həm gözəl görünsün, həm də dadı daha yaxşı hiss olunsun. İndi isə tərəvəzlərə keçək. Soğanı ortadan bölüb nazik doğrayırıq. Yaşıl, qırmızı və sarı biberləri incə-incə doğrayırıq. İndi isə tavaya biraz yağ əlavə edib əvvəlcə soğanı qızardırıq, ardınca göbələkləri əlavə edib birlikdə qovururuq. Daha sonra biberləri və kökü əlavə edib bütün bu rəngarəng ləzzətləri gözəlcə qarışdırırıq. Sonra növbət toyuqdadır. Ədviyyatlarla qovurduğumuz toyuğu əlavə edirik. Üzərinə duz, istiot, qırmızı biber və sarı kök isteğə görə, zövqə görə əlavə edirik. O qədər möhtəşəm qoxu gəlir ki, və ən xüsusi toxunuş rəndələnmiş Holland pendiri və bir qaşıq qaymaq əlavə edirik. Bu içliyə inanılmaz kremli və zəngin dad verir. Artıq içliyimiz hazırdır. Dincəlmiş xəmiri götürüb kündələrə bölürük. Hər kündəni nazik şəkildə yayırıq. İçinə bol içlik əlavə edib gözəl formada bükürük. Üzərinə isə xüsusi papak forması veririk ki, həm fərqli görünsün, həm də süfrəmizə xüsusi gözəllik qatsın. Və budur, həm göz oxşayan, həm də inanılmaz dərəcədə ləzzətli yeməyimiz hazırdır. Bu yemək qonaqlar üçün əsl sürpriz olacaq. Elə bir dad ki, hər kəs reseptini sizdən istəyəcək. Əgər bəyəndinizsə videonu bəyənməyi və paylaşmağı unutmayın. Daha belə dadlı reseptlər üçün məni izləmədə qalın. Hər kəsə nuş olsun.